Salam hörmətli izləyicilərimiz. Bugün mən sizə belə bir ev təqdim edirəm. Kürsülü bir evdir. Biz daxil olaq evimizin həyətinə. Bax belə bir geniş bir həyəti var. Yəni burada 2 maşın onun üstü saxlamaq olar. 2 maşını saxlamaq olar. Evimizin hər bir tərəfinə, 4 bir tərəfinə keçmək mümkündür. Bu da 6'dır. Yani gördüğünüz gibi kupkurudur, yer kupkurudur. Görürsen nemişlik olmayan bir yer. Nemişliği yok. Burada ise evimizin yan tarafıdır. Yani Polnus evin bölümüne geçme yolu. Gördüğünüz gibi bak beton. Beton kemeri var. Kimse evimiz nasıl tanış edeyim. Evimiz 9 daşın üstünde inşa olunur. Yani 9 daşın üzerinde inşa olunur. Biz daxil olaq evimizin içərisinə. Evimizin içərisinə daxil olanda birinci buradan mətbəxi. Bax bu mətbəxidir. Mətbəxin də pəncərəsi öz həyətimizə açılır. Burada isə evimizin hamam tuvaleti. Hamam tuvalet bir yerdə. Evimiz tam təmirlidir. Tam təmirlidir. Burada bir yataq otağımız var. Yataq otağı tam süper təmirlidir. Zövqlə bəzəndirilmiş evdir. Yəni gizli işıqlarına qədər, yəni ekranlara qədər süper təmirlidir. Burada bizim qonaq otağımızdır. Qonaq otağımızda bax belə bir evdir. Qonaq otağımız böyükdür. Böyükdür. İki tərəfsiz qazılır, pəncərəsi var. Bax pəncərələrimiz, evimiz də Kurqamın cüt daşla inşa olunmuş bir evdir. Əla bir evdir. Evimiz 3 nömrəli məktəbə, texnikuma yaxındır. Yaxın bir ərazidə yerləşir. Əla bir evdir. Mən o bir otağımda tanış edeyim sizi. Burada bir yataq otağımız var. Bu yataq otağımız da geniş, normaldır. Yəni, super, zövqlə bəzədilmiş bir evdir. Ekranlar yığılır, belə şəbəkə pəncərə, orada da pəncərəsi var. Burada o cüt daşdır. Evimiz Kupçalıdır. Kupçalıdır. Qiyməti 92.000 manat. 93.000 manat. 93.000 manat. Kupçalıdır. Real alıcıya cüzi indirim olacaq. Sağ olun, kanalımıza abone olmayı unutmayın.